Məhəmməd Peyğəmbərin Allah dediyi və gəlib insanlara danışdığı, o vəh adlandırdığımız, bu gün Quran şəklində sığınıb insanları qorxu və əsarət altında saxlayan kitab, hər kəsin içində olan bir ilahi bilgidir. Bəli, hər kəsin məktəbə getməyib, A hərfini tanımayan bir uşağın da belə içində onunla doğulan ilahi bilgidir. Bu bilgiyə illər boyu bir çox insanlar valif olub çatıb. Bu bilgi o zaman sənin üçün açılır ki, sən bir yerə fokuslanırsan, yəni sənin içində baş verən bu xaosa sahib çıxırsan, bir nöqtəyə, bir yerə fokuslanırsan, nəzarət edirsən. Düşüncələrə, fikirlərə, hisslərə, istəklərə və özünü tanıyırsan, içindəki gücü hiss edirsən və o zaman yaradanı dərk edirsən. Məhəmməd Peyğəmbərdə dediyimiz şəxs o kişi dahi bir şəxsiyyət idi, bəli. O da bu gücü hiss elədi, o da bunu hiss elədi və gəldi, belə deyək, aldığı elmləri, hansı ki bugün mən də oradan elm alıram, bugün oyanan hər bir insan onu bilir. Sənin bu gördüyün, bildiğin, hiss etdiğin bu dünyanı, yenə deyirəm, sənin üçün yaradan odur. Niyyət edirəm, mən aparır 6-cı əsrə, gedirəm Bədir döyüşünə baxıram, canlı. Mən şarlatan olsam bunu burada başqa cür istifadə edirəm. Mən də özümü Peyğəmbər kimi təqdim edirəm. Mən sənə deyirəm ki, səndə də var. Aldanma kişi. Səndə də var, səni illər də alladırlar. Bəli, bütün ehramlarına gedirəm. Yuxu görürsən, nədir o? Yuxu, niyyət edirəm ki, bax, yaradana. Deyirəm ki, mən aparır, canlı görürəm. Meyitlərin üstündə bilçəklər qaçışır o yan bu yana. Bu güc səndədir. Onu Peyğəmbər özündə kəşf eləmişdi. Sadəcə o dövrdə din lazım idi. Quran, Peyğəmbər öləndən 20 neçə il sonra yazılır. Allahın evi bilirsən haradır? Ana bətni, bəli, çünki orada sənə üfürüb, yaradan. Niyə? Çünki məscidin qübbəsi, minarə, göbək, orta hissəsi Allahın evi, hamilə qadının bətnində üfürüb sənə yaradan. Mənim atam həmin günü o xaosu yaratdı və o xaosdan düzəni isə yaradan ərsəyə gətirdi. Bəli, və orada anamın bətnində, Allahın evində ruhunu mənə üfürdü. Mən var oldum. İnanmırsan? Apa bir qadının yanında bir dənə Quran kitabını qoy. Gecə gündüz bu elə görüm o hamilə qalacaq. Xaosdan düzən, düzəndə isə nizamı Quran yaradandır. Nəsimi də bunu deyirdi. O da, bu da, Məhəmməd də, Həzrət Əli də. Amma bir qrup insan da var bu dünyada, bilirsən bu həqiqətləri səndən də yaxşı bilir. Səni başına döydürüb sənə gülən güclər var bu dünyada. Çünki sən, insan özünün yaradıcı olduğunu, Allah içində olduğunu, Allah dediği bir şeyin onunla olduğunu və o qüdrətə çatmaq gücündə olduğunu bilsə, azğınlaşar. Ona göre insanlar bu seyri uzak tuttular. Uzak tuttular da bu kadar yok da bu kadar benliğini itirecek derecede bir halkı küçültmeyini yok da. Ne olur sana? Sen bugün hiç var bir zat tapmayasan. Hiç var. Sen bir damla hakkını ödeyebilmediğin ana sütünü, sana öğretilen ana dilinin hakkının ne Ərəb Kur'an'ıyla, ne Ərəb Allah'ıyla, ne onun digər heç nəylə, nə də 124 min Peyğəmbəri ilə ödeyə bilmərsən və sən nicat tapmayacaqsan. Sənə elə gəlir nicat taparsan. Səni yaradanı, səni gecə saat 4-dən 6-ya, bax buradan fəqərə sürün yanına siniri ayırır. Sən ət kimi düşüb yatanda gedib, hara gedirsən onu bilmirsən, sənə yuxular göstərir. Səni yaradanı, səni istəyir zəlil edir, istəyir xoşbəxt edir və o sənindir. Senin yaradanın ancak senin için hüküm ediyor, senin için. Senin yaradanın ona göre oradadır ki, sen o kaosu yaradanda senin için öz ruhundan üfürsün, övlad yaratsın. Başa düştün? Senin. Sen bundan ötürü nicat tapassan deyirsən. Eyni bugün oyanmış her bir insanın gördüğü şeyde Məhəmməd Peyğəmbər deyirdi. Nəsimi deyirdi. Platon deyirdi. Aristotel. Her fərqində olan insan özünü dərindən analiz eden insan bunu bilir. Bu ölkədə bu günləri bunu bilən minlərlə insan var. Sadəcə qorxur, danışmır. Baxın, olur mu? Mənə deyirlər ki, aydınlaşan adam sakit durmalıdır. Mən
Mən necə başa düşürəm, necə sakit dura bilərəm ki, mənim qardaşım, bacım kölə olur, başına döyür, özünə zülüm edir, Allaha qarşı edir bunu. İçindəki yaradanın başı, bura döymək, bax bura. Bax bura döymək yaradanın başına döyməkdir. Sən elə kimsənizə bir uydurma Allah adına sən yaradanın başına şillə vurursan. Ölüb getmiş insanlara görə. Gör səni nə günə qoyur. Bu sondur, bu qiyamət budur da. Qiyamət budur. Səni yaradan, səni ərsəyə gətirən, sənin üçün kör gözün, görməyən gözün qabağında dünya yaradan. Yaradana sən gör nə qədər naşükürsən ki başına döyürsən. Belə. Şahsey. Buna görə səni Allah bağışlamıyor. Sən zəlil olacaqsan. Çünki səni yaradan şahsey deyil, səni yaradanın başına döyürsən. O sənin içindədir, o səndən bizə nə zaman ayrılacaq? Son nəfəs canın çıxır, bax, nəfəs. Bax onda sən ona həsrət qalassan. Sən həsrət deyəndə şahsey, vaxsey deyib qalassan. O isə çıxacaq bir başqa bədəndə zuhur edəcək.